Reis, bizim iş yerine hoş gelmişsiniz. Ne acep bizi tapdınız? Axtaran tapar. Laf yaxşı. Xeyirdi mi reis? Əlbəttə, xeyir olar. Biz axı köhnə tanışlarıq. Sağ ol reis. Köhnə tanışları unutmursunuz. Varam da sizdəki o etibara. Eynəli, unutqanlıq yaxşı şey deyil. Amma heyf. Çox vaxt əksinə olur. Məsələn, elə şeylər var ki, biz onları unutmalıyıq, amma unuda bilmirik. Mənim yaşımın, başımın o vaxtıdır ki, sözü havada tuturum. Deyirəm, bəlkə açıq danışaq. Danışaq. Bayaq soruşdum ki, gəlməkdə xeyirdimi? Dedin ki, xeyirdi. İndi buyur, de görək, hansı xeyir xəbərlə bizi sevindirəcəksən? Yaxşı. Yaxşı. Onda deyir, şər deməsən xeyir gəlməz. Mən elə belə də bilirdim. Reis, bizim şərlə işimiz yoxdur. Şər işlərlə çoxdan qutarmışıq. Bundan tam arxan ola bilərsiniz. İşin dərsliyindən işə də götürmədilər. Sevinirdim ki, layihəmi bəyəniblər. Məni işə götürəcəklər. Ay Fransa belə, İtaliya belə, Paris belə. Bəs axı deyirdin götürəcəklər, bugün sabahlıqdır. Nə oldu bəs? Əclaf adamlara rast gəldim bəsdir. Sən demə niyyətləri başqaymış. İndi nə çıxış yolu tapım bilmirəm. Darıq Mariana. Pis gün nömrə az olar. Allah bir qapı açar sizin üçün inşallah. Pulu gətirdin? Bayaqdan saxlamışam əlimdə. Bilirsən, utanıram da deməyə. Valla, elə bunu da güclə düzətmişəm. Mənim də borclarım var. Keçən dəfə də sən məndən pul istədin, tapdım, verdim. Allaha and olsun, başqasından almışdım onu. Dayını da keçə bilmədim. Müdürümüzdən aldım. Amma xahiş edirəm səndən. Gör imkanın olanda, bu yaxın vaxtlarda mənim borcumu tap gətir. Mənim də kiməsə borcum var. Onlar da məndən istəyirlər. Çox sağ ol. Qarabalanı axtardı. Telefonuna zəng çatmır. Evini yeni bilmirəm. İş yeri də yoxdur ki, orada axtarım. Dedim, bəlkə siz bilərsiniz. Reis, olar mən bir söz deyim. Buyur. Ay, valla biz bezdik. Valla bezmişik. Kimin nəyə uğurlanır, gəlir bizdən yap. Kimin çantası, telefonu uğurlanır, gəlir bizdən yap. Eynəli, hətəm. İndi biz bu qarabalanı düz bir ildir görmürük. Heç görmək də istəmirik. İndi yeni nəzibil törədib, hə? Belə cərə törədib, cəhənnəmə törədib. Qoy özü də cavab versin. Qoy onu kimilər, bizi kimi təmiz adamlara şər atmasınlar. Qurtardın? Bəli. İndi qulaq as. O gün bizim dostların məclisində Qarabala ofisanta bir bağlama verib. Özü də sizə göndərib. Düz deyil? Qarabala? Yox, götürməyib. Allah belə gətirib. Biz ondan xahiş eləmişdik ki, gətirsin. Düz demirəm, Eynəli. Sən kəs. Mən kəsdim. Daha danışmayacağım. Qoy ağsaqqal danışsın. Reis, indiki cavanlar belə laf xarab olurlar. Dostluq nədir, etibar nədir, hamısını yaddan çıxardıblar. Mənə bax, mən köhnə kişilərdənəm. Mən dostluq da bilirəm nədir, sədaqət də, dəyanət də.
Qarabala bizim dostumuz olub. Onun haqqında heç bir pis söz deyə bilmərəm. Boğazından tikəni çıxardı. Bizim o gün ora gəlməyimiz də təsadüfən oldu. Biraz cibimizdə pulumuz yox, qarnımız da ac. Qarabala bizə biraz yemək göndərdi. Yeyib içib getdik. Vəssalam. Vəssalam. Bəli, vəssalam. Eynələ bayaq özün dedin ki, həyat sənə çox şey öyrədir. Yalan danışmaq səninlə yaşı var, nə də başına yaraşmaz. Elədir. Apağı qabağa qoy, yaxşı fikirləş. Bəlkə nəsə demək istəyirsən? Bəlkə nəsə eşitmişsiniz? Əgər bildiyiniz nəsə varsa və onu məndən gizlədirsinizsə, nə vaxtsa üstü açılsa, onda sizə güzəşt eləməyəcəm. Onda məndən inciməyin. Buna sizə söz verin. Fikirləşin. 200 də fikirləşin. Bu bilirsən daha nə deməkdir, Malış? Mən susuram. Sən elə sussan yaxşıdır. Vallahi çox əlim yanındayam. Yoxsa səndən istəməzdim. Gör neçənci dəfədir ki, mənə borc pul verirsən. Boyun bağı zəhrim ardını aparıb faizinin pulunu verməliyik. Camal da çalışır. Ona bir-iki pulla iş söz verə bilər. Səndən aldıqlarımı qaytaracaq. Yox, ona görə demədim. Darıxma. Tək işlər düzəlsin, Hayrana. Bəsdir, gəl bura. Nə olub ay qız? Sən keç içəri. Niyə? Keç də firayədə. Firayədir. Qorxuram firayədən. Əşiğində aləm qarışacaq bir-birinə. Yaxşı. Görməsin səni, gedəndən sonra çıxarsan. Burada niyə gizlənim? Sonra deyəcək ki, məndən qorxdu, getdi pişik kimi gizləndi. Tanımıram onu. Yaxşı da yaxşı, get gizlən, sonra çıxarsan. Salam aleyküm. Əleyküm salam. Gəl keç içəri. Söhbətim var səndən. Keç içəri də, burada söhbət edəcəyik. Xeyr, elə burada söhbət edək. Ay qız, keç içəri. Buyur. Gəlmişəm səninlə söhbət edeyim. Fah, gör kim gəlib. Salam, hoş gördük. Salam Mahir. Necəsi Camal müəllim, nə var, nə yox? Elə də. Gördüyün kimi. Rəna necədir? Sağ ol, Rəna da yaxşıdır. Məndən salam deyərsin. Deyərəm, baş üstə. Nə əcəb səndən, mən yadına düşmüşəm. Deyim ki, maşının batıqdır, palçıqdır, yox. Maşallah, gül kimidir. Siz nə danışırsınız? Mənim belə 100 maşınım ola, hamısı da palçığın içində. Heç vaxt ola bilməz. Ayıb olar, Gəlmişdim elə maşının yağını dəyişdirməyə. Gördüm işləyirsiniz, istəmədim mane olam. Sonra dedim görüşməyib geçsəm, bunu özümə bağışlamaram. Çox sağ ol, çox sağ ol. O gün işte kitablara baxırdım. Birdən əlimə Remarkın... Kimi? Remarkın Zəfər Tağı kitabı düşdü. Yadınızdadır da, onu sizdən axırıncı kursda 1-2 günlüyə almışdım. Nədənsə yaddan çıxdı qaldı. Bura bax, Yadınıza düşdü? əlbəttə.
Mən də o vaxtdan o kitabı axtarıram. Heç yadıma sala bilmirəm ki, o vaxt o kitabı kimə verdim. Hə, deməli onu mən sənə vermişəm. Hə. Sən də görmüsən ki, mənim yadımdan çıxıb, kitabı özəlləşdirmişsən. Hə? Söz verirəm. Bir də gələndə mütləq o kitabı sizə gətirəcəm. Mütləq gətir. Hər şey güzəşt eləyərəm, amma kitabın kimdəsə qalmasına yox. Oo, bax bu yaxşı xüsusiyyətdir. O vaxtlar da sizdən çox şeylər öyrəndik. Ay Camal müəllim, nə vaxta qədər bu moykada işləyəcəksiniz? Çıxın gəlin bizim yanımıza sizə bir iş verək. Siz ki mənim qardaşımla dostsuz, mən də sizin kiçik qardaşınız. Mən burada utanmalı bir şey görmürəm. Yox, siz məni düz başa düşmədiniz. Siz Allah incimin. Sən mənə görə narahat olursan. Buna görə çox sağ ol. Bu mənim xoşuma gəlir. Doğrudan da. Gedib kimdənsə pul istəmirəm, kiməsə əl açmıram. Öz əlim, öz ayağım mahir. Düz demirəm. Burada prinsipial bir şey yoxdur ki, bizlə işləməkdən boyun qaçırırsınız. Mahir, siz mənim qardaşlarımsınız, dostlarımsınız. Sizin yanınızda işləməyib, bə kimin yanında işləməliyim? Amma bir əmması var. Bax, yolun o üzündə bir otel var. Onun müdürü Cümşüt mənim dostumdur. Sənin xəbərin var, o 3 ildir mənim layihəm əsasında tikilir. Bax, indilərdə qutarmalıydı, amma nədənsə... Səmum MMC? Hə, Mən eşitdiyimə görə o iş məhkəməli idi axı. nəsə. İnşallah ümid eləyək ki, işləri yaxşı olar. Bax, onlar mənə söz vermişdilər ki, mehmanxana açılan kimi mənə orada yaxşı bir iş verəcəklər. Bax, səbəb bu idi. Nə deyirəm? Ümid eləyək ki, hər şey yaxşı olacaq. Amma gələn dəfə gələndə mütləq kitabı gətirəcəm. Mütləq gətir. Sağ olun. Rəna. Nə olub sənə? Bu nə hərəkətdir sən eləyirsən, hə? Nə deməkdir bütün bunlar? Demək belə çıxır ki, sən bütün dostanışı oğru sayırsan, hə? Bir boyun bağıya görə hamımızı polisə vermişsən? Görürsən məni? Hirsimdən əsirəm mən. Mən bu dəqiqə polisdən gəlirəm. Ayıb deyil, utanmırsan, bu nə hərəkətdir sən eləyirsən, hə? Kamil mənə deyəndə ki, sən məni polisə vermişsən. Məndən şikayət eləmsən. Dəli oldum hirsimdən. Firayə xanım, bilirsən nə var? Nə var? Əvvəla mən heç kimi oğru saymıram. İkincisi bahalı boyun bağıdır. Şikayət eləmişəm tapsınlar. Güya sən özün belə eləmərsən? Xeyr. Bir dişşovu boyun bağıya görə dostanışı polislərə vermərəm. Mən hələ o günə qalmamışam. Bilmək istəyirsiniz əzizim. Heç biz də o günə qalmamışıq. Amma adamı yandırır axı. Niyə mənim boyun bağım itməlidir? Bir də ki, məsəl var deyərlər. Əzizim, soğan yeməmsən, için niyə göynüyor? Bura bax ey. Özünü yığışdır, ağzının danışığını bil. Sən elə məsəl çəkərəm ki, 7 qatından keçər. Öz gözündə tiri gömür, onun bunun gözündən çöp axtarır. Başa düşmədim. Hə, Nə demək istəyirsən? demək istəyirəm ki, əgər şübhələnmək istəyirsənsə, sən bizdən yox. O karta baxan rəfiqəndən şübhələn. Bəstidən, ifritə rəfiqəndən şübhələn. Bütün günü yanında bitib. Bütün günü bir yerdəsiz. Sən də axmaq kimi ona inanıb bütün günü kart açdırırsan. Ay balam, qonaqlıqda bütün günü yanında fırlanan o idi də. Bütün günü gözünü dikmişdi sənin boyunbağıva. Bizim nə günahımız var? Ondan şübhələn də. Bura bax, sən bəs deyə qara yaxma. O təmiz qadındır, gözü tox qadındır. Sənin gözündə gözü tox adamdır əzizim. Bəstini mənə tanıdırsan? Bilirəm də. İndi 2 padruqa bir yerdə oturmusunuz. Firayənin qeybətini qırmısınız. Başqa işiniz yoxdur axı. Deyim sənə nə deyim? Rəna, boyunbağını ancaq və ancaq Firayəyə götürə bilər. Bu onun işidir. Kül sənin başıva. Sən də ona inanırsan, hə? Ay qız, o ömrü boyu mənim paxıllığımı çəkib. Ömrü boyu mənim qeybətimi qırıb. Ərimin qeybətini qırıb. Qızımın qeybətini qırıb. Həmişə deyir, hara çatdı deyir ki, əri qəssabdır. Firayənin əri qəssabdır. Yaxşı olub qəssab olub. Birincisi, qəssab deyil. Mənim ərim ət biznesi ilə məşğul olur. İkincisi də,
Benim günahkar ki əri saxlamayıb onu atıb gedib. Yaxşı olaydı əri oturaydı yanında. Ölür paxıllıqdan. Bütün günü Firayənin qeybətini qırsın. Ay qız, bura bax. Sənin nə fikirləşdiyin mənim heç vecimə də deyil. Yaxşı xanım qız. O bəstə olsun, mən də Firayə. Görərsiniz onun başına nə oyun gətirəcəm mən. Ay qız, Firayə olub neyəcəksən mənə? Hı? Gel. Ver gödək səni onlara. Salam. Hoş gelmişsiniz. Verin bana. Əyləş. Çox sağ ol. İki çay getir oradan. Bu dəqiqə. 2 gündən sonra xaricə gedirəm. Dedim bir qardaşıma zəng vurum. Hala əhval tutum. Minnətdaram. Bəlkə biraz işlər yubandı. Çox sağ ol. Getməkdə xeyirdir. Hə. İşlə əlaqədar. Ola bilər 1 ay, 2 ay uzansın. Sənin işlərin necədir? Mənim işlərim yaxşı. Hər şey qaydasındadır. Bəs Rəna xanımın itirdiyi Boş şeydir. Birtər yoluma qoydum. Problem yoxdur. Yan görüm nə deyir Hər də şey bu? lazım deyil. Deməli bayaqdan sən bizə oğru pişik kimi qulaq asırsan, hə? Bəsdir. Xahiş edirəm sənə baş qoşma ona, bəsdir. Ay qız, sən məndən nə istəyirsən? Canvar zar istəyirəm. İndi görəcəksən nə istəyirəm. Ay qız, Bəsdir, bəs yaxşı bir bir dəqiqə. dəqiqə. Ay qız ağzıma gələni danışma. Sənin canını alaram. Yaxşı. Sən Allah, doğrudan nə danışırsan? Qorxdum səndən. Yaxşırında bəsdirin. Qorxdum. Xahiş edirəm. Az, Sakitləş. Mənə hələ qoxu gəlsən, hə? Yaxşısı budur, sözün canını ver, canını. Yaxşı da. Bəsdir, yaxşı. Bir dəqiqə dayan. Görüm nə deyir də bu? Sən danışdan. Yaxşı. Mən sənin qeybətini qırıram. Nə istəyirsən al sən məndən. Al sinirdə mən al. Nə istəyirsən Sən dalınca danışdan. Sən başı xarabdır. Yaxşı. Ucukları bir Ay, sən səbəbi dərdin. Sakitləşin. Oğru ilə bağlıdır ki. Doğrunun bağlı yarıldı. Sən Ya, Rənanın oğlum, yanında boşlar gəlib içində. yanında mənim dalımca danışırsan, ne? Ay, Asıb kəsəsən bəsdir məni. də. Öl də öl. Girmişsən qapının dalına mənə qulaq Gəlib görər, yığışdırın özünüzü. Mənəm qorxaq. Çıx qabağıma. Yaxşı da, yaxşı Mən sakitləş. bilmirəm ki dalımca Sən heç nə danışırsan. bilmirsən. Hər şeyi yaxşı bilirəm. Hər şeyi görürəm. Bəsdir, xahiş Şad edirəm, deyiləm yaxşı. mən. Ay qız. Bəstirin, bəstirin. Qonşular eşitir. Mənim eşitsinlər. Öldü. Kimdir sən oğru çıxardan? Sən heç mənim yadıma da düşmürsən. Mənim üstümə şər atırsan ki polisləri yedim, hə? Mənim polisten gələn vaxtımda, indi də polisten gəlirəm. Sözün varsa işdən sonra Sakit görüşək, ol. danışaq. Məni duelə çağırırsan, sənin kimlərin çoxusu məni duelə çağırıb. Hamısını qabağımda çöktürmüşəm. Səndən qorxan var az. Səndən qorxan var. Onu parçalayım da Rəna. Elə bir Yaxşı, kimlər yaxşı, gəlmə. şöyle. Bəsdir, yaxşı qonşular Sənin eşitir. başıma bir oyun açım ki. Qonşuların içində Görəcəksən. yavru oldu. Sən məni Mənim yadıma da tanıyırsan. düşmür. Canımı alacağım mən Bəsdirin səni. də. Çıx bayrağa, gəl ə, tez ol. Sən məni elə gelin. yaxşı tanımırsan. Allah, davay, davay, tez elə, tez elə. Yaxşı, bəsdir. Çıx bayrağa. Eşitdin məni? Ay Allah. Sən görürəm, çəkdə gəl elə. Sən. Sən məni Ay, yaxşı şey tanıyırsan. deyirəm, Gəl, deyirəm sənə. Çıx bayrağa. Gəl, tez elə. Yataqlar. Ana deyirəm sənə qısağı. Bütün günü dalımca Qopar sənə dedim. Çıx bayrağa. Tez elə. Dünənin Rədd ol, diləyicisi çıx. bir adam olub. Buna bax, mənim dalımca Qopar, gəl, danışır. çıx. Nə vaxtda mənim qabağıma çıxmayacaqsan, göstərəcəm. Ehtiyatlı ol məndən. Gəl, çıx Gel bayrağa. görüm artıq, sən evə gələndə dağıl yoxdur. Çıx be. Cemal, sən yəqin ki məndən heç nəyi gizlətməzsən. Əgər bir şey lazım olsa çəkinmə, de. Çox sağ ol. Hə. Dostlarımız məni qınayır. Bilirsən niyə? Deyirlər Talih, sən o boyda hotel sahibisən. İmkanların var. Əlaqələrin möhkəmdir. Amma sənin dostun avtomoykada işləyir. Bəsdir də. Gəl burada sənə bir iş verim işlə də. Təklifə görə çox sağ ol Talih. Amma fikirləş. Sənə yaxşı bir otaq, yaxşı məvacib. Mühasibim də qocalıb. Mənə sənin kimi təcrübəli bir işçi lazımdır. Bax, görürsən? Yenə
qaçırsan. Mənim təklifimi rədd edirsən. Sonra da dostlarım məni qınayır. Deyir, niyə sən Camala iş vermirsən? Niyə ona kömək eləmirsən? Mən indi onlara nə deyim, hə? Deyim ki, Camal öz bildiyini eləyir. Dostlarımız deyir qoy desin də. Necə deyir qoy desin? Mən utanmıram, çəkinmirəm. Amma mənə başqa iş söz veriblər. Qismət olsa bu yaxınlarda o işə gedəcəm. Sən yaxşı fikirləş. Hələ mənim o bir üzümü görməyib. Hayasızlığını görürsən. Yaxşı da, sən də ona niyə baş qoşursan axı? Bir yavru oldu mu? Az görmürsən. Qonşular eşitdi hamısın valla. Nə oldu bizsə? Nə al qatmışsınız özünüzə? Aa, cəmatın başı xarabdır. Qolum qoşu yanında bir yavru oldu mu? Boyunbağını itirən mən. Borca düşən mən. Ortada qalan mən. Qırğını bular eləyir. Əl qatabar özlərinə. İndi günah məndə oldu. Bəsdir. Daha deyir də. Sən uşaq deyilsən ki. Sən də oynan ağzınıza vermirsən. Az görmürsən əl çəkmirdi. Əşi cəhənnəmə deyib. Qoy desin də. Bilmirsən başı çatmır onun. Görmürsən mənə nə deyir? Deyir ki, o bir otaqda oturub məni güdürsən. Deyirəm malı itən mənəmi mən. Neynəməliyəm mən? Oturmalıyım, əlimi qoymalıyım qulağımın dibinə. Gözləməliyim ki, tapılacaq. Ay, o ölsün. Niyə bunu yandırır mən bilmirəm. Hə də. Denən, soğan yeməmsən, için niyə göynür? Deyir, gedib bəstinlə karta baxırsan. Ay Allah. Bura bax, sən məni nə danışdırırsan? Özün qulaq asmırdın hamısına. Hamısını eşidə bilmədim də. İstəyirsən ya mənim dilimdən eşidirsən. Deməli mən, pişik kimi orada gizlənib sizə qulaq asırdım, hə? Mən gərək sənə qulaq asmayaydım. O yüzden gizlənməyəydim gərək. Çıxaydım ortalığa, saçlayaydım onu, salardım ayağımın altına. Heç gözləməzdim səndən. İndi də başladın məni günahlandırmağa. Əşi, sən kimdə günahlandıran? Sən də özünü qatmısan ortaya. Ətəm, ay ətəm, Nə var ya? sən demən nağı borcu açan verəcəksən. Ayıb da, yekə kişisən. Dedim verəcəm də. Birinci dəfədir be ya. Qardaş, bu sözləri çox eşitmişəm. Hər dəfə belə deyirsən. Ayıb da, yekə kişisən. Qaytaracağıq da. Mən konkret bilmək istəyirəm, nə vaxt verəcəksən? Konkret bilmək istəyirsən? Hı. Gələn həftənin axırı. Danışdıq? Bax ha, danışdıq. Bu da bu. Malış tez elə. Gəlirəm də. Satıcı dedi ki, Hə. borclarınızı qaytarmazsınız, bir də sizə nisiyə mal verməyəcəm. Dedi ki, gələn həftənin axırına qədər vaxt verirəm. Malış, boş şeydir. Köhnə tanışlarımızdandır. Verər. Narahat olma. Nədir? 5-ci günə qədər boyunbağını tapacaqsa, ala. Allah kərimdir 5 günə. Əlimizlə qoymuşuq ki, geyib götürək. Tapmalıyıq. Ömrümüz boyu bu qumluqda eşələnməyəcək ki. Elə həvəslə danışırsan ki, adamın gülməyə gəlir. Elə bir əlinə qoymusan. Başqa nə cür olmalıdır ki? Bəlkə o boyunbağı heç məclisdə oğurlanmayıb. Ha? Düzdür? Onda burada 2 variant var. Birinci variant A. İkinci variant
B. Əssalam. Çox qəliz danışma. Xırdala görüm nə demək istəyirsən. Variant A. Boyunbağı qonaqlıq doğranıb. Variant B. Boyunbağı qumların arasındadır. A variantın üstündə dayanırıq. Qonaqlıq doğranıb. Kim lehinədir? Amma yox. A variantı keçmir. Niyə? Çünki oradakilərin əksəriyyəti mədəni, imkanlı adamlardır. Orada oğurluq inandırıcı görsənmir. Keçdik B variantına. Boyunbağı qumların arasındadır. Ha, bu daha inandırıcıdır. Çünki qız özü dedi ki, məclisin axırına yaxın dənizin kənarına çıxıb. Deməli, üçüncü variant da var. Boyunbağı dənizin dibindədir. Bir variant. Necədir, hə? Səhərə qədər yağış yağıb, su da boyunbağını çəkib aparıb dənizin dibinə. Yaxşı, tapmaca tapmağa vaxtımız yoxdur. Gedək axtaraq, tez elə yığışdır. Tez elə. Ürəyimə damıb ki, birazdan bu boyunbağı qumların arasında bərq vuracaq, bərq. Yığışdır, tez elə, getdi iş başına. Day bəsdir. Qəti qərar verməyin vaxtıdır. Düzdür, əvvəl Rəna əsəbləşəcək. Gedib hər şeyi demək lazım. Elə bugün, elə indi gedirik onu verməyə. Qızıl satanlara deyirik ki, biz boyunbağını itirmişik. Vəssalam. Buyur. Geç yuxarı başa. Çox sağ ol, təşəkkür edirəm. Nə olub Rəna? Kefin yoxdur? Nəsə gözümə belə bitər dəyirsən. İstəyirsən kefim yaxşı olsun? Əlbəttə, bu nə sözdür? Rəna, mənə niyə vurursan? Canıvazzar vururam, otur! Məni işə düzətməyə göndərmişdin ora? Ya başqalarına göstərməyə? Rəna, mən heç nə başa düşəmirəm. Mən Camala yalandan dedim ki, o yerə başqasını götürüblər. Əgər düzünü desəydim, bilirsən nə olardı? Əgər desəydim ki, Camal, Əli məni işə düzəlmək üçün kimin yanına göndərib? Və o alçaqlar mənə nə təklif eləyiblər? Bilirsən nə olardı? Sən Camalın gözünün içinə necə baxardın? İndi mənə nəsə çatır. Tülkü, güya sən heç nə bilmirsən? Hə? Bu neçə gündə məndən heç maraqlanmadın? Maraqlanmadın ki, Rəna ölüb ya qalıb? Rəna, atamın canına and olsun ki, o vaxtda nəzamiyyətə getmişəm. Dünən qayıtmışam. Bax, bugün də gəldim sənin yanına. Amma sən düz deyirsən. Deyirəm, niyə bugün səhər şef məni görəndə belə bir tər idi? Üzünü yana çevirdi. Səlim məni görəndə niyə mısmırqın salladı? Deməli, bunların hamısının səbəbi varmış. Bağışla məni, Rəna. Neyniyim? Adamları tanımaq olmur da. Nə bilim ki, bunlar belə alçaq imişlər. Əclaf imişlər. İndi bundan sonra gərək mən də özümə iş axtaram. Sən niyə? Necə mən niyə? Doluyursan məni? Ələ salmısan məni? Mən kişi deyiləm. Mən orada qalsam, gərək vurub kimisə mundar eləyəm. Ya da çıxım özümə başqa iş axtarım. Həm özümə, həm də sənə. Rəna, nə bilmək olar? Bəlkə də bir yerdə işlədik. Yaxşı yadıma düşdü. Deyirəm axı, bayaqda nə deyəcəkdim? Mənim bir dostum var, onun böyük bir geyim dükanı var. Paltaları geyinəcəksən, alıcılara nümayiş etdirəcəksən. Necədir? Əgər yaxşı pul verirlərsə, gedib danışa bilərsən. Gör nə deyirlər. Yaxşı, mən getdim. Əli. Hə? Şilliyə görə bağışla. Fikir eləmə, boş şeydir.
Hemen niye vurursun? Səni niyə vururuq? Əclaf. Mən bayaqdan dayanmışam qapının dalında, qulaq asıram. Deməli, Rənaya təzə iş düzəldirsən, hə? O bir işi düzəltdin, başa çıxdın. Ay mağazində satıcı işləyəcəksən. Ay paltarları geyib onları alıcıları reklam eləyəcəksən. Burada ne var Qohumumdur da. Necə qohumsan sən? İstədim sizə kömək eləyəm də. Sən bu işi ona deyəndə mənlə məsləhətləşdin? İtil gözüm qabağında. Sürüşə buradan. Adını qohum qoyub. Bilirsiniz ne var? Bundan sonra sizin işinizə qarışdı yoxdur. Niyə sizin işinizə qarışıram ki? Axırda işinlərin yemək oluram. Dayan, Nə oldu? oradadılar. Hansı tərəfə baxırsan sən? Firuziyə. Deyirəm bəlkə sən deyəsən. Niyə? Niyə mən? Elə özün dedi, hə? Necə yəni, niyə mən? Kişi sənsən, sən de də. Hə. Amma yox deməyəcəm. Qəsdən deməyəcəm. Acıqla deməyəcəm. Səbəb? Laf bizi öldürsələr də deməyəcəm. Səbəb odur ki, zəhərmarı götürmüsən, özün də cavab ver də. Sən zülvə mən cavab verməliyəm. Yaxşı, gülümsə baxırlar. Salam. Gəl. Dostlara salam. Salam. Salam, salam. Necəsən Camal? Yaxşıyam, çox sağ ol. Deyirəm biz nə vaxta qədər belə görüşəcəyik, ya? Hə? Qaça qaç, ayaq üstə. Camal, gör bizim xanımlarımız neçə vaxtı tanışdılar. Hə? Artıq bizim də yaxından tanış olmamızın vaxtıdır. Belə çıxır ki, biz faizlərə görə, pula görə tanış dostluq eləyirik. Yox, bax, pörsün. Götür apar, heç istəmirəm. İstəyirsən heç nə verməyin. Bizim gözümüzdə dostluq hər şeydən irəlidir. Oyun bağından da. Deməli belə, mənim bir təklifim var. Bugün axşam saat 7-də Neftçilərdə Tiflis restoranında Gürcü mətbəxi. Saat 7-də yığışırıq ora. Necə deyərlər? Adduşi, yəni ki, ürəkdən yaxşı yeyib içirik. Hesabda, mən neçdir? Tanışdıq, hə? Nə deyirsiniz? Bir dəqiqə. Mən elə gəlir ki, söhbəti uzatmağın heç bir mənası yoxdur. Gizlətməli bir şey yoxdur. Gəldik deyək ki, biz sizin boyunbağını itirmişik. Necə yəni? Ne deyir? Necə yəni? İtirmişik də, bunun necəsi yoxdur ki? Necə itirirlər? Adam necə olur? Adam ölməyib ki. Nə baxsan gözümün içinə? Qorxmuram səndən, nə olur? Kişi kimi üzlə deyirəm. Qənimət. Bir də görürsən, maşına var ya düşür, qatar düşür, təyyarə patlayır. İndirir də. Tez ol, çantanı ver mənə. Tez ol. Sən Su ver. Bu nə idi, başıma gəldi. Dayan görüm. Sənə həyəcanlanmaq olmaz. Ürəyi xəstədir axı. Ay səni. Ala. Qənimət. Necəsən, hə? Özünü necə hiss edirsən? Nə oldu? Hə? Necə yəni? Sakit olun, mən hər şeyi başa saldım. Vay, göydən başıma daş düşdü. Daş düşdü başıma göydən, daş. Sənin başına daş çoxdan düşəsin. İndi elə daş düşsün ki, altından çıxa bilməyəsən. Nə danışsan, Əsər?
Qardaş, xahiş edirəm səndən Nə çıxır. qardaş demə. Ayıb deşilərlər. Hayıflıqdan keçib. Götür polisə Polisə zəng zəng vur. vurmaq lazımdır. Bir dəqiqə xanım, bir dəqiqə. Nə polis? Polisə niyə zəng vurursunuz? Bax, arvadın səndən xəbərsiz boyunbağını götürüb verib, düzdür? Düzdür. Mənim də arvadım məndən xəbərsiz gəlib buradan boyunbağını götürüb. Deməli, biz ikimiz də səninlə eyni dərdli adamlarıq. Nə? Bəlkə deyirəm, biz özümüz razılığa gəldik. Mənim konkret təklifim var. Nə təklifin var sənin? Bunu, bu zəhərmarı tapana qədər, indi bilmirəm nə vaxt tapacam. 1 ay, 2 ay, 3 ay. Tapana qədər mən gətirib sənə, ayda onun faizini verərəm. Ayda 1000 manat sənə pul verərəm. Dedim zəng vur. Bir dəqiqə. 2000. Mənim 2000 veriləsi pulum yoxdur, xahiş edirəm. Polisə zəng vur. Yaxşı, 1500. Hə? Yaxşı. Amma bir şərtlə. Hər ayın axırıncı günü mənim pulumu gətirib çıxardırsınız. Faizinlə bir gün belə geciksə, üstünə faiz gələcək. Oldu? Yaxşı, danışdıq. Axşamki qonaqlıq qalır qüvvəsində. Qonaqlıq olmayacaq. Qonaqlıq. Verdim, tut məni.